Davam edirik. Azərbaycanla Almaniya arasında əlaqələr daha da sıxlaşır. Bu, həm də Avropanın əsas güclərindən biri olan dövlətin Azərbaycana inamının göstəricisidir. Almaniya prezidentinin Azərbaycana səfəri fonunda mövzu ilə bağlı diqqət çəkən məqamları Berlindən efirimizə birbaşa bağlanan xüsusi müxbirimiz Günay Məmmədova bizə çatdıracaq. Günay, efirdəsiz, eşidirik sizi, buyurun. Almaniya mətbuatı prezident Walter Steinmeier'in Azərbaycana səfərinə bugün də geniş yer ayırıb və qeyd edeyim ki, indi beynəlxalq aləmdə Azərbaycan həm də etibarlı tərəfdaş imici qazanıb. Elə Almaniyada da Azərbaycan məhz belə tanınır. Almaniya ilə Azərbaycanın müntəzəm siyasi dialoqu var və ötən il Azərbaycan prezidentinin bu ölkəyə səfəri əlaqələrin müsbət məcrada inkişafına təkan verib. Almaniya prezidentinin ölkəmizə səfəri də əlaqələrin perspektivlərini deməli artırır və bu ilin yanvar-fevral aylarında ticarət dövriyyəmiz təxminən 3 dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan deməli Almaniyaya ixrac edilən xam neftin həcminin artması olub. Ekspertlər hesab edirlər ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirməsi ilə bağlı daha fəal addımlar atmalıyıq. Xüsusilə bərpa olunan enerji sahəsində, harda ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var. Və Frank-Walter Steinmeier'in Bakıya ilk rəsmi səfəri bir çox məqamlar, eləcə də açıqlamalarla yadda qaldı. Qarabağ regionunun Azərbaycanın ərazisi olduğunu bilirik, tanıyırıq deyən Almaniya prezidenti regionda sülhün əldə olunmasının vacibliyinə də toxundu. Və bugün iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlıq inkişaf edir. Ölkəmizdə 100-ə yaxın Alman müəssisəsi fəaliyyət göstərir. Almaniya ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi təxminən 350-400 milyon avro təşkil edir və ikitərəfli münasibətlərimizin tarixində Almaniya prezidentinin ölkəmizə ilk səfərindən müsbət nəticələr gözlənilir. Çünki regionun güclü iqtisadiyyata malik nüfuzlu ölkəsi ilə əlaqələrin inkişafı Almaniyanın marağındadır. Belə, mənim çatdıracaqlarım bu qədər. Buyurun, söz yenidən sizdə. Əməkdaşımız Günay Məmmədova Berlindən birbaşa bağlantıda.